Yalnız arta gedən epileptik coin'i Binance birjasından necə ala bilərsiniz? Binance birjasından və ya Binance-dan necə biz epileptik almalıyıq? Hazırda hesabımızda $70 ətrafında pul var. Keçirik ticarət etməyə spot bölməsinə və bu hissədən ilk öncə Solana almalıyıq. Çünki epileptik özü Solana blockchainindədir. Odur ki, mən $70 dəyərində Solana'nı alıram. Baxırıq ki, artıq mənim cüzdanımda, daha doğrusu hesabımda formalaşdı. Bundan sonra baş səhifəyə gəlirəm. Yuxarıdakı menü bölməsindən More hissəsinə klik edirəm. Açılan səhifədə 3-cü cərgədə Binance Wallet görürsünüz. Buna klik etdikdən sonra biz artıq Binance-ın bizə təklif etdiyi Web3 Wallet-ə keçmiş oluruq və bu hissədə biz gəlirik Assets bölməsinə. Assets bölməsində biz Receive-i klik edirik. Receive-i klik etdikdən sonra Withdraw birincini, çünki bu cüzdanımız Binance hesabımıza aid deyil, fərqlidir və istənilən tokeni burada ala bilərik. Və digər hesabımızda olan Solana'nı seçərək, aşağıda da Solana blockchainini seçərək artıq yönləndiririk o məbləğin tam formatını bu cüzdanımıza. Gözləyirik. Ola bilsin sizdən telefon, SMS kodunu istəsin və yaxud da ki Gmail-a gələcək kodu istəsin, yazırsın. Yerləşdirik kodumuzu bura. Vəssalam. Təqribi 1 dəqiqə gözləyəcəksiniz və sizin artıq göndərdiyiniz məbləğ hesabınızdadır. Və budur, artıq məbləğ bizim hesabımızdadır. Yenə də orta hissədə yerləşən Trade bölməsinə daxil oluruq. Yuxarı hissədə biz artıq Solana'nı seçirik. Aşağı sağ küncdən Max klik edərək tam formatda bütün pulu xərcləyəcəyimizi qeyd edirik. Aşağıda isə biz epileptik token tapmaq üçün axtarışda digərlərindən fərqli olduğumuz üçün klaviaturanızda siz emojilər bölməsinə keçib bir qırmızı, bir yaşılı artıq seçdikdən sonra həmin o möhtəşəm logotipimizlə tikerimizi və token adımızı görmüş olursunuz. Üzərinə klik edirsiniz. Baxırıq ki, hal-hazırda 74.221 tokenidir bu. Bəli, swap. Razılaşırıq. Telefonumuzun kodunu yığırıq. Vəssalam. Hal-hazırda proses gedir və biz tokenlərimizi əldə etdik. Assets bölməsinə gəlirik. Məndə təqribən də bir 11.000 token var idi və görürsünüz ki, 85.000 epileptik tokeni mənim artıq Binance hesabımın içindəki Binance Web3 cüzdanımdadır.